Salam kanal izləyicilərim. Bugün sizlərlə gördüyünüz bu papağı toxuyacağıq. Bu papaq 3 yaşında uşaq üçün nəzərdə tutulub. Qeyd edeyim ki, bu papağı birinci dəfədir sizinlə birlikdə toxuyacağam. Papağı toxumuşam və sondakı halını sizinlə paylaşıram hal-hazırda. Sonra videoya keçid edəcəyik və papağı birlikdə toxuyacağıq. Buna görə də bəzən ola bilsin ki, səhvlərim olsun, ancaq çalışmışam ki, heç bir səhvə yol verməyim. Rəylərdə papağın necə alındığını qeyd etsəniz sevinərəm. Papaq 3 yaşında uşaq üçün nəzərdə tutularaq toxunub, 5 nömrəli kurçokla və bilyur sapla toxunub. Bir də onu qeyd edim ki, mən papağın buynuzlarını videoda ikisini də qırmızı rəngdə toxumuşam. Ancaq sonra qərar verdim ki, papağın buynuzunun birini dəyişim yaşıl edim, belə daha xoş görsənir. Belə, indi isə videoya keçid edə bilərik. Mən bu papağı belə bilyur sapla toxuyacağam və fərqli rənglərindən istifadə edəcəm. İndi isə başlaya bilərik. Əvvəlcə onu qeyd edim ki, bu sapla toxumaq biraz çətindir və sehirli halqa ilə başlayacağam toxunuşa. Sehirli halqa zamanı ilk sıranı ən azından nə qədər boş toxusaq o qədər yaxşı olar. Çünki sapı dartarkən sap qırıla bilər. İndi isə toxunuşa başlaya bilərik. Sapı bir dəfə barmağıma dolayıram. Daha sonra bu tərəfdən kurçokumu salıram və sapı digər tərəfdən çıxardıram. Və bir zincir toxuyuram. İndi isə bu halqanın içərisinə 6 ədəd sıx iynə toxuyuram. Bu toxunuşun adı sıx iynədir, ancaq biz yenə də qeyd edirəm, biraz boş toxusaq yaxşı olar. Halqanın içərisinə kurçoku salıram və ilməni çıxardıram. Və ikisini bir yerdə toxuyuram. 6 dəfə bu toxunuşu edirəm. 1, 2, 3, 4. İndi isə bu sapı dartıram. Sapımı dartdım. İndi isə buradan kurçokumu salıram. Buradan yox, buradan. Buradan kurçokumu salıram və bir ilmə alaraq sürüşdürmə edirəm və bir zincir çəkirəm. Burada zincir çəkdiyim yerə, elə həmin yerə 2 dəfə sıx iynə toxuyuram. Və beləcə artırmalar edirəm və hər ilməyə 2 dəfə sıx iynə toxuyaraq artırmalar edirəm. Toplamda 6 burada ilmə var və 2 dəfə sıx iynə toxuduğum zaman 12 ilmə olur. İkisini etdim və davam edirəm. 3, 4, 5, 6, 11 və 12. 12 ilmə etdim. Burada yenə bir dəfədə toxumağa yer var, ancaq mən ora toxunuş etməyəcəm. Hər sırada bura toxunuş etməyəcəm. Çünki burada toxunuş etsəm, ilmələrimin sayında fərq yaranır. Mən də bunu istəmirəm təbii ki. Buna görə də bu ilməyə yox, onun üstündə olan, onun üstündəki bura kurçokumu salıram və sürüşdürmə edərək ilməni buradan çıxardıram. Bir zincir toxuyuram və artırmalara davam edirəm. İndi isə bu sırada yenə həmin yerə 2 dəfə sıx iynə toxuyuram. Daha sonraki ilməyə bir sıx iynə toxuyuram. Ondan sonrakinə isə cüt toxunuş edirəm. 1, 2 və beləcə artırmaları davam etdirirəm. Bir dəfə artırma etmədən toxuyuram. İkincidə isə
artırma edirəm. Sonuncu ilməni də toxuyuram. Artırma edirəm. Sonra bir sıx iğnə də düzgün toxuyuram. İndi isə yenə bura yox, onun başına, bu hissəyə, baxın, bura yox, bura. Qoçokumu salaraq sürüşdürmə edirəm və bir zincir toxuyuram. Yenə artırmalara davam edirəm. İndi isə bir cüt, iki tək, bir cüt, iki tək olaraq artırmaları davam edəcəm. Yenə həmin yerə bir cüt sıx iğnə toxuyuram. 1, 2. Daha sonra 2 dəfə artırma etmədən toxuyuram. Sonra yenə artırma edirəm. Artırma etmədən 2 dəfə toxuyuram və yenə artırma edirəm. Bu qayda ilə sıranı tamamlayıram. Bu sırada sonuncu artırmanı etdim. İndi isə 1, 2 sıx iğnəni toxudum. İndi yenə sürüşdürmə edirəm. Bura qoçokumu salıram. İlməni çıxardıram bu tərəfdən və bir zincir toxuyuram. Yenə artırmaları davam edirəm. İndi isə bir cüt, 3 tək olaraq artırmaları davam edəcəm. Bir cüt, 3 tək, bir cüt, 3 tək. İndi cüt toxunuşu edirəm. Artırmamı edirəm. Yine təklə 1, 2, 3. İndi isə artırma. Yenə 3 ədəd tək toxunuşu edirəm və artırma. Bu qayda ilə də bu sıranı tamamlayıram. Yenə sonuncu ilməni toxudum və üst hissəyə keçirəm. Bu zaman buradan ilməni çıxardıram, sürüşdürmə edirəm və bir zincir çəkirəm. Artırmalara davam edirəm. İndi isə bir cüt, 4 tək olaraq artırmaları edəcəm. Bir cüt, 1, 2, 3, 4 tək və yenə artırma. Beləcə bu sıranı da tamamlayıb qayıdıram. Bu sıranı da tamamladım və üst sıraya keçirəm. Bir zincir aldım. İndi yenə həmin yerə cüt toxunuş edirəm. 1, 2 ilmə aldım. Daha sonra 5 ilməni artırma olmadan, 5 ilməni artırılma olmadan düz toxuyuram. 3, 4 və 5. İndi artırma edirəm. Yenə 5 ilməni toxuyuram və bir artırma edirəm. Bu sıramı da bu qaydada tamamlayıb qayıdıram. Bu sıranı da tamamladım. Toplamda 1, 2, 3, 4, 5, 6, 7 sıra getmişəm. İndi yenə artırma edəcəm.
ilməni alıram, çıxardıram və bir zincir çəkirəm. Bir artırma edirəm yenə. 1 2. Eyni yerə 2 dəfə toxunuş etdim. İndi isə 6 ilməni düz olaraq toxuyuram. 1 2 6 ilmədən sonraki yerə 2 dəfə sıx iynə toxuyuram və artırma edirəm. Yenə 6 ilməni düz toxuyuram. Və bura 2 dənə sıx iynə toxuyuram. Və beləcə artırma edirəm və bu sıranı da tamamlayıb qayıdıram. Bu sıranı da toxudum. Bir zincirimi çəkdim. İndi yenə bura cüt toxunuş edirəm. İlk artırmanı etdim. İndi isə 7 ilməyə düz toxunuş edirəm. 7 ilməyə düz toxunuş edirəm. 2 3 4 5 6 7. Və burada artırılma edirəm. Və yenə 7 ilmə artırılma etmədən toxuyuram və sonra 8-ci ilməyə artırılma edirəm. Bu qayda ilə bu sıranı da tamamlayıb qayıdıram. Bu sıranı da tamamladım. Zincirimi çəkdim. İndi yenə həmin yerə 2 dəfə sıx iynə toxuyuram. Və 8 ilmə düz toxunuş edirəm. Daha sonra yenə artırma edirəm. 8 tək, bir cüt olaraq artırmaları davam edirəm. Birinci cütü toxudum. İndi 8 tək toxuyuram. İndi yenə cüt toxuyuram. 8 tək toxudum. İndi isə cüt toxuyaraq artırılma edirəm. Və yenə 8 tək, bir cüt olaraq artırmaları davam edirəm. Qeyd edeyim ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu sıranı bitirmişik və 10-cu sıradayıq. Bu sıranı da tamamlayıb qayıdıram. Bu sıranı da tamamladım və sonuncu artırılmanı edəcəyik. Burada sürüşdürməni edirəm. Bir zincir alıram və eyni yerə 2 sıx iynə toxuyuram. Artırılmanı etdim və 9 dəfə sıx iynə toxuyuram. Sonra artırılma edirəm. 9 tək, bir cüt olaraq toxumaları davam edirəm. Dokuz tək toxudum. İndi isə artırılma edirəm. Bu qayda ilə sıranı tamamlayıb qayıdıram. Sonuncu artırılmanı etdim. Toplamda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 sıra toxumuş oldum və sonuncu artırmada 9 tək, bir cüt olaraq etdim. Toplamda hal-hazırda burada 66 sıx ilmə var kənarlarda. İndi isə heç bir artırılma etməyəcəm. Sadəcə olaraq tək olaraq toxunuşlar davam edəcəm. İndi isə 16 sm olana qədər heç bir artırma etmədən toxuyub qayıdıram. Mən 16 yox, 17 sm toxudum.
16 sm toxudum, gördüm balaca alınır. 1 sm də əlavə toxudum və toplamda 17 sıra sıx iynə toxumuş oldum. İndi isə bu yaşıl sapı çıxaracağım, kəsəcəm. Burada sürüşdürmə edirəm. Sapı çıxardıram və bir dəfə də küçükmə sapı alaraq dartıram və kəsirəm. İndi isə bura yenə eyni yerə bura mən göy rəngdə sapla toxunuş edəcəm. Bunun üçün sapı küçükmə alıram. İlk ilməni çıxardacağım və həmin ilməni həmin yerə sonuncu dəfə bu sıranı bağladığım yerə küçüğü salaraq bu ilməni buradan çıxardıram. Və bir ilmə toxuyuram və bir zincir toxuyuram. Həmin yerə bir sıx iynə də toxuyuram və davam edirəm. İndi isə bir sıra bu sapla sıx iynə toxuyub qayıdıram. Bir sırada göy sapla sıx iynə toxudum. İndi isə kurçuku buradan başdan salaraq sapı çıxardıram və sürüşdürmə edərək bu sıranı tamamlayıram. Daha sonra bir ilmə alıram kurçukuma. Yenə eyni yerə kurçuku salaraq bir sıx iynə toxuyuram. İndi isə burada 11 dəfə sıx iynə toxunuşu edəcəm. Papağın qulaqlarını toxuyacağım. Birini toxudum. İndi isə 10 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 11 sıx iynə toxudum. İndi isə papağı çevirirəm. Bir zincir toxuyuram. Normalda toxunuş edərkən biz üst sıraya keçərkən bu boşluğa kurçuku salaraq bir sıx iynə də buradan toxuyuruq. Amma mən get-gedə bu hissəni daraldacağam deyə bura yox, bura kurçuku salaraq bir sıx iynə toxuyuram. Və davam edirəm. Bu sıranı tamamladım. Toplamda 9 sıx iynə toxumuş oldum. Bir ədəd buradan kəsirəm. İndi buradan toxumalı olduğum sıx iynəni də toxumadan bir zincir alıram və keçirəm üst sıraya. Burada da yenə bura kurçuku salmadan onun yanındakı yerə kurçuku salaraq sıx iynə toxuyuram. Yenə eyni qayda ilə sıra sonuna qədər gəlirəm. Burada da bu sıra sonunda olan yerə kurçukumu salmadan bir zincir alıram və üst hissəni toxunuşuna başlayıram. Deməli 11 sıx iynə toxumuşdum. Üst sıraya keçərkən bir dəfə buradan, bir dəfə buradan əks etmə edərək, yəni bir dəfə buradakı ilməni toxumadan, bir dəfə də buradakı ilməni toxumadan sıx iynələr toxumuşdum və 9 sıx iynəm olmuşdu. Bu üst sırada isə 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə sıx iynə toxumuş oluram və zincirimi aldım. Keçirəm üst sıraya. Burada da sıra sonuna qədər bura kurçukumu salmadan 1, 2, 3, 4, 5, 6 və 7 sıx iynə toxuyuram və bir zincir alıram, keçirəm üst sıraya. Və get-gedə qulaq hissəsini daraltmış oluram.
Yenə də bura yox, bura, bura yox, bura. Kurçokumu salaraq sıx iğnə toxuyuram. 1 2 3 4 5 6. Burada 6 sıx iğnə toxudum və zincirimi aldım. Keçirəm üst sıraya. 1 2 3 4 ve sonuncu 5. Burada da 5 sıx iğnəm oldu. Zincirimi aldım yine bura toxumadan. 1 2 3 ve 4. 4 sıx iğnəm oldu və yenə bir zincirimi alıram. Üst sıraya keçirəm. Burada 1 2 və 3 sıx iğnə toxumuş oluram və sonuncu sırada bir zincir toxuyuram. Yenə də onun dibindəki boşluğa yox, onun yanındakı yerə sıx iğnə toxuyuram. 1 2 zincir alıram və onun yanındakı yerə bir sıx iğnə toxuyuram. İndi isə buradakı boşluğa kurçokumu salaraq, bura kurçokumu salaraq bir ilmə çıxardıram və sürüşdürmə edirəm. Sapımı buradan çıxardıram və kəsirəm. Qulağın bu hissəsini tamamladım. İndi isə buradan 27 ilmə sayıram. Keçirəm digər qulaq hissəsini toxumağa. Burada da bu hissədə olduğu kimi eyni qaydada 11 ilmə toxuyaraq başlayacağım və eyni qayda ilə üst sıralara keçəcəm və digər qulağı da bitirəcəm. Bu hissəni də toxuyub qayıdıram. Yenə də bu hissəsini göstərmək istədim. 27 ilmə sayaraq gəldim bura. 27 ilmə budur. Onun yanındakı yerə kurçoku salaraq bir zincir çıxartdım və yenə eyni yerə bir sıx iğnə toxuyuram. 1 2 11 sıx iğnə toxuyuram burada. 1 2 3 4 11 sıx iğnə toxudum və bir zincir alıram, keçirəm axır hissəsinə. Yəni eyni qaydada burada olduğu kimi burada da üst hissələrə keçərək toxunuşlar edirəm və qulağın digər hissəsini də tamamlayıram. Papağın bu qulağını da tamamladım. Sonuncu sıx iğnəni toxudum papağın uc hissəsində. Burada da 2 zincir toxudum. İndi isə artıq papağın kənar hissəsinə yenə göy sapla bir sıra daha sıx iğnə edəcəm. Ta ki bütün hissəsini qulağın kənarlarını da olmaqla hər tərəfini sıx iğnə olaraq toxuyacağım. Bu kənar hissələrində harda boşluq varsa, kurçoku ora salaraq, ilmələr çıxararaq sıx iğnələr toxuyacağım. Bu qayda ilə qulağın hər tərəfini və papağın hər tərəfini, ətrafını sıx iğnə olaraq toxuyuram bir sıra. Onu qeyd edim ki, burada biz 2 zincir çəkmişik. Biz burada 3 sıx iğnə toxuyacağıq. Bu boşluğa 3 sıx iğnə toxuyacağıq. Mən ətrafını, hər tərəfini toxuyub bu uc hissəsinə qədər gəlim. Burada həmən hissəni də qeyd edərəm. Bir də onu deyim ki, bu kənar hissəsində kurçoku bura salaraq bir ilmə çıxardaq. Daha sonra bura kurçoku salaraq ilmə çıxaraq. Yəni bura kurçoku salaraq ilmə çıxararaq toxumayaq. Ətrafını sıx iğnə olaraq toxudum və bu 2 zincir aldığım yerə 1 2
sıx iğnə toxuyuram. Onun yanındakı yerə bir sıx iğnə toxuyuram və daha sonraki yerə kurçoku salaraq ilmə alıram və sürüşdürmə edərək sapı çıxardıram və kəsirəm. Beləcə papağın bu hissəsini də tamamlayıram. İndi isə gözlərini toxuyacağıq. Gözünün birini toxumuşam, birini isə göstərəcəm. Bunun üçün 5 zincir alaraq toxumağa başlayıram. 1, 2, 3, 4, 5. Daha sonra bura yox, bura bir sıx iğnə toxuyuram. Beləcə 1, 2, 3 sıx iğnə toxuyuram. Birini toxudum. İndi isə ikincini toxuyuram və üçüncünü. İndi isə bu sonuncu ilməyə 3 sıx iğnə toxuyuram. 1, 2 və 3. Daha sonra yenə 3 sıx iğnə toxuyuram. 1, 2 və 3. Bir zincir alıram, çevirirəm. Daha sonra bir zincir aldığım yerin tam aşağısına bura bir sıx iğnə toxuyuram. İkinci sıx iğnəmi toxuyuram. Yandakı yerə üçüncü sıx iğnəni toxuyuram. Daha sonraki 3 ilməyə artırma edirəm. Hər ilməyə 2 sıx iğnə toxuyaraq artırma edirəm. Burada artırma edirəm. İkinci artırmada artıq və üçüncü artırmanı da edirəm. 1, 2. Sonraki 3 yerə də artırma olmadan 3 sıx iğnə toxuyuram. 1, 2 və 3. Sonra sapı kurçok vasitəsilə dartıram və biraz uzun olacaq şəkildə kəsirəm. İndi isə gözün qarasını edirik. Bunun üçün sadəcə olaraq sihirli halqa içərisinə 6 sıx iğnə edəcəyik. Amma yenə də biz nə qədər boş toxsaq sihirli halqa da o qədər yaxşıdır. Sapı doladım barmağıma. Kurçoku salıram və ilməni çıxardıram, boş tuturam. Kurçoku da sapı da kurçok vasitəsilə sapı çıxardıram bu tərəfə. Bu boşluğun içərisinə 6 sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5 və 6. Və sapı dartıram. Sapı darttım və ilk zincir aldığım yerin başına kurçoku salaraq, sürüşdürmə edərək gözün qarasını da tamamlayıram. Yenə də sapı biraz uzun olacaq şəkildə kəsirəm. Digər gözün də qarası artıq hazırdır. Keçirəm indi ağız hissəsini toxumağa. Ağız hissəsini narıncı sapla toxuyacağım. Əvvəlcə kurçokumda 13 zincir toxuyuram. Daha sonra bu zincirə yox, ikinci zincirə kurçoku salaraq 2 sıx iğnə toxuyuram. Bundan sonra hər zincirə
bir sıx iynə toxuyaraq 10 zincirə bir sıx iynə toxuyaraq davam edirəm. Yəni hər zincirə bir sıx iynə olacaq şəkildə 10 sıx iynə toxuyub qayıdıram. 10 sıx iynəni toxudum. İndi sonuncu zincirə 5 sıx iynə toxuyacağam. Burada artırmanı etdim. 5 sıx iynə toxudum. İndi isə yenə 10 sıx iynə toxuyuram. Bu başa qədər gəlirəm. 10 sıx iynə toxudum. İndi isə bu əvvəl artırma etdiyim yerə 3 sıx iynə toxuyuram. Və bura qurçoğumu salaraq ilmələrin başına qurçoğumu salaraq sürüşdürmə edərək sapımı çıxardıram. 1-2 zincir toxuyuram. İkinci sıranı trabzanla toxuyacağım. Qurçoğuma sapı dolayıram və eyni yerə 2 dəfə trabzan toxuyaraq artırma edirəm. 1 2 İkinci ilməyə də 2 dəfə trabzan toxuyaraq artırma edirəm. Daha sonraki 10 ilməyə sadəcə olaraq 10 trabzan toxuyaraq davam edirəm. 10 trabzan toxudum. İndi isə 5 sıx iynənin üzərinə hər birinə 2 dəfə trabzan toxuyaraq artırma edirəm. 1 2 Hər sıx iynənin üzərinə 2 dəfə trabzan toxuyaraq artırma edirəm. 5 dəfə artırma edirəm və qayıdıram. 5 dəfə artırma etdim. 1 2 3 4 5 İndi isə 10 trabzan toxuyuram sıra sonuna qədər və qayıdıram. 10 trabzan da toxudum. İndi isə buradakı 3 sıx iynənin üzərinə hər birinə 2 dəfə olmaqla trabzan toxuyaraq artırma edirəm. 3 dəfə artırma edirəm. Və sonuncunu da edirəm. Bu trabzanın başındakı yerə qurçoğu salaraq, bura qurçoğu salaraq sapı çıxardıram və sürüşdürmə edərək bu tərəfdən çıxarıram. Sapı dartıram. Sapı biraz uzun olacaq şəkildə kəsirəm. İndi isə bunun üzərinə ağız hissəsini tikəcəm. Bunun üçün sapı götürürəm, qara sapı götürürəm. Buradan salıram iynəmi. Onun biraz aşağısından iynəni batırıram və aşağıdan çıxardıram. Və arxadan çıxardıram. Daha sonra iynəmi altdan salıram. İynə ilə tikərkən diqqət edin, trabzanların arasından iynə keçsin ki, sap qıraqlara getməsin. Biraz uzunca sapı buraxıram. Sapı biraz uzun, ağız hissəsini yetəcək qədər buraxıram və eyni hizada burada iynəni keçirirəm.
Daha sonra buradaki yerdən eyni yerə iğnəni salıram arxadan. Buradaki yerlə eyni yerdən aşağıdan bu tərəfdən də iğnəni salıram. Kənarlar da tamamlanır. İndi isə buranı, bu boşluğu qara, nazik iğnə sapla bu boşluğu tikəcəm. Sadəcə olaraq bu sap buradan qaçmasın deyə bunun üzərinə iğnə sapla bunu tikib qaydıram. Ağzın hissəsini də tikdim. İndi isə buynuzları toxuyuruq. 2 qırmızı və 3 narıncı olacaq şəkildə toxuyuram. İkisini toxumuşam narıncının. 3-cü narıncını da sizlə birlikdə toxuyuram. Bunun üçün sehirli halqadan istifadə edəcəm yenə. Sapı barmağıma dolayıram. Çıxarıram. Dörd sıx iğnə toxuyuram. 1, 2, 3, 4. Sapı dartıram. Üst sıraya keçərkən əlavə ayrıcıdan istifadə edəcəm. Bunun üçün adi sap da ola bilər. Mən sapı bura qoyuram ki, yeri itirməyim. İndi isə bura kurçopumu salaraq hər ilməyə 2 dəfə sıx iğnə toxuyaraq artırma edirəm. 1, 2. 4 ilmə var idi. Hər birinə bir dəfə artırma edirəm. Yəni hər birinə 2 dəfə toxuyuram. Toplamda 8 ilmə olmuş olur. İkisini etdim artıq. Bu üçüncüdür. Və sonuncu artırmanı da edirəm. 1, 2, 3-cü sırada ayrıcımı keçirirəm bu tərəfə. Burada birinci ilməyə cüt toxunuş edərək artırma edirəm. İkinci yerə sadəcə bir sıx iğnə toxuyuram. Burada bir artırma edirəm. Bir tək toxunuş edirəm. Bir artırma, bir sıx iğnə. Bir artırma, bir sıx iğnə. İndi tək sıx iğnəni toxudum və burada artırma edirəm. Tək və artırma. Sonuncu tək. Artıq artırma etməyəcəm. Ayrıcımı bu tərəfə keçirirəm və 3 sıra heç bir artırma olmadan sadəcə ilmələri toxuyuram. Beləcə 3 sıra toxuyub qaydıram. 3 sıra toxudum və burada artıq sürüşdürmə edərək sapı bağlayıram və biraz uzun olacaq şəkildə kəsirəm. İndi isə bu toxuduqlarımı, gözləri, ağzı və buynuzları papağın üzərinə tikib qaydıram. Mən gözlərini, ağzını,
buynuzlarını da tikib bitirdim artıq. Bu hissəsini isə əvvəl 2 zincir çəkib boş buraxdığımız yer var idi. O hissəyə hər sapdan 80 zincir olaraq 2 sap toxudum və bu boşluqdan keçirdim. Daha sonra isə onu sümbül formada hördüm. Bura dil də əlavə etdim, belə maraqlı görsənsin deyə. Bu papağı mən qardaşımın oğlu üçün toxumuşam. İlk dəfə toxumuşam, onu da qeyd edeyim. Yəni səhvim olubsa belə üzrü sayın. Belə. İndi isə dilinin də toxunuşunu göstərmək istəyirəm. Onu göstərməmişdim çünki. Çox sadədir. Sadəcə olaraq 5 zincir toxuyuruq. Daha sonra 2 zinciri boş saxlayıb 3-cü zincirə trabzan toxuyuruq. Onun yanındakı yerə də bir trabzan toxuyuram. Daha sonra onun yanındakı yerə də bir trabzan toxuyuram və sapı dartıb kəsirəm. Belə. Sonra da bunu da ora əlavə edib tikirəm. Necə alındığını yorumlarda qeyd etsəniz çox sevinərəm. Kanalımı izlədiyiniz üçün təşəkkür edirəm. Abunə olsanız çox sevinərəm. Sağ olun.